Bu mənim xəyallarımdır. Həmzat Chimayevin adı qarışıq döyüş dünyasına pıçıltı ilə deyil, partlayan bombanın səsi kimi gəldi. Qızlar terrorçuları çox sevir. Onun UFC-də yolu misilsiz cəsarət, dəmir iradə və meteorit sürətli yüksəliş hekayəsidir. Bu da onu 2025-ci ildə orta çəkidə zirvəyə gətirdi. Bu sadəcə döyüş qazanmaqla kifayətlənməyən, müasir döyüşçünün nəyə qadir olduğunu yenidən yazan bir fenomenin xronikasıdır. Bu videonu bəyənin. Biz isə sizə bu insanın UFC-ni necə fəth etdiyinin heyrətamiz hekayəsini danışacağıq.